Şagirdlər və valideynlər üçün sevindirici yenilik nazir açıqladı. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Azərbaycanda təhsil sahəsində əhəmiyyətli yeniliklərdən biri reallaşmaq üzrədir. Elm və Təhsil Nazirliyi tərəfindən yeni tədris ilindən etibarən bəzi təhsil ocaqlarında məktəbli avtobusu layihəsinin tətbiqinə başlanılması planlaşdırılır. Bu barədə Nazir Emin Əmrullayev media nümayəndələrinə verdiyi açıqlamada məlumat verib. Nazir qeyd edib ki, hazırda layihə ilkin sınaq mərhələsindədir və müvafiq hazırlıq işləri aparılır. Layihənin əsas məqsədi məktəbə uzaq məsafədə yaşayan şagirdlərin təhsil ocaqlarına daha təhlükəsiz və rahat şəkildə çatdırılmasını təmin etməkdir. Bu təşəbbüs həm valideynlərin narahatçılığını azaldacaq, həm də şagirdlərin dərsə davamiyyətinə müsbət təsir göstərəcək. Emin Əmrullayev həmçinin bəzi məktəblərin publik hüquqi şəxsə çevrilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə bu islahatın həyata keçirilməsi təhsil müəssisələrinin gələcəkdə daha müstəqil fəaliyyət göstərməsi, yəni müəyyən dərəcədə muxtariyyət qazanması baxımından olduqca vacibdir. Beləliklə, məktəblər öz daxili idarəçiliyini daha effektiv formada qurmaq imkanı əldə edəcək. Bu cür islahatlar ölkədə təhsilin keyfiyyətinin artırılmasına, həmçinin gələcək nəslin daha bilikli və savadlı formalaşmasına xidmət edir.